Herkese salam, kanalıma hoş gəlmisiniz. Aparıcı prodüser Tarix Əliyev bacısı Fatiməni gəlin götürüb. Bugün bacımı gəlin götürdüm Fatiməmi. Sanki evdən bir insan yox, bir ömür çıxdı. Böyüdüyümüz günlər, gülüşlərimiz, uşaq kimi dalaşlarımız, hamısı bir anın içində gözümün qabağından keçdi. Səni qapıdan çıxanda anladım ki, insan bəzən sevincdən də ağlayarmış. Amma bir şeyi bilirəm, sən xoşbəxt olmalısan, çünki mənim dualarımın hamısı sənin üçündür. Getdiyin ev sənə yurd olsun, qismətin gözəl, talehin nur olsun. Mənim balaca bacım bugün gəlin oldu, amma mənim ürəyimdə həmişə o əvvəlki kimi qalacaq. Allah səni qorusun Fatiməm deyə o paylaşımında qeyd edib.